Çox vaxt bir həkimin 500 uğurlu əməliyyatı deyil, məhz bir uğursuz əməliyyatı yadda qalır, deyirlər. Sizcə cəmiyyətin bu yanaşması həkimin özünə olan güvəninə necə təsir göstərir? Sosial şəbəkələrdə qeyri-peşəkar şəxslərin və ya jurnalistlərin tibbi savada malik olmadan həkimlər haqqında rəy bildirməsi və hadisələri qiymətləndirmələri ciddi narahatlıq doğurur. Belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? Mən öncədən elə bilirəm bu suala bəzi cavablar vermişdim. Burada bilirsiniz, linc etmək mədəniyyəti olmamalıdır. Biz hər şeyi şuurlu insan olaraq əgər bir fakt baş veribsə onu araşdırmalıyıq, araşdırıb nəticə çıxartmalıyıq. Ondan sonra həm onun yayımlanması Facebookda və yaxud da ki sosial şəbəkələrdə yayımlanmasına səbəb olmalıyıq. Ondan tez, yəni vaxtından tez ortaya düşüb kimisə qınamaq, onun haqqında təkrarmış sözlər yazmaq və yaxud da ki nələrlənsə həkimi təhdid eləmək mənə elə gəlir ki bu düzgün məsələ deyil və eyni zamanda buradan bir haşiyə çıxıb onu demək istəyirəm ki, bizim həkimlərin də özünü müdafiə cəmiyyəti olmalıdır. Yəni, həkimlərin də haqlarını müdafiə edən bir cəmiyyət olmalıdır ki, onları da müdafiə edəsinlər. Məsələn, bizdə bir hadisə var idi, bir hüquqşünasla mən münasibətdə oldum, deyirəm ki, siz məsələn bunun hüquqlarını qoruyursunuz. Bəs bizim hüquqlarımızı kim qoruyacaq? Gərək həkimin də hüquqlarını qoruyan bir müəssisə olsun ki, doğrudan da yaxud da bir cəmiyyət olsun ki, həkim də özünü orada safa çıxartmaq üçün çaba göstərə bilsin. Ona görə də bu şeylərdə mənə elə gəlir ki, kiminsə öz başına hərəkət eləməyi, yayımlamağı və yaxud da ki, kimsə təhqir eləməyi, linc eləmək haqqında qərar çıxartması doğru düzgün addım deyil.